Salam, hər vaxtınız xeyir. Bugün həndəsənin əsas anlayışları mövzusunun sınaq izahına baxırıq. Deməli, birinci sualda qeyd olunub ki, hansı təklif doğrudur? İxtiyari qonşu bucaqlar bərabərdir. Bu ilk doğru deyil. Çünki qonşu bucaqların cəminin 180 dərəcə olduğunu bilirik. Xüsusi halda ola bilər ki, bu qonşu bucaqlar olar 90 dərəcəli bucaqlar cəmi 180 dərəcə olur, həm də bir-birinə bərabərdir. Amma burada söhbət ixtiyari qonşu bucaqlarına gedir. Yəni burada desəydi ki, bəzi qonşu bucaqlar bir-birinə bərabərdir, bunu götürmək olardı. Amma burada bütün qonşu bucaqların söhbət getdiyinə görə bu yanlışdır. İxtiyari qarşılıqlı bucaqların cəmi 180 dərəcədir. Bu da həmin qayda. Əgər həmin qarşılıqlı bucaqlar 90 dərəcə olsa, cəmi 180 dərəcə olur. Əks halda isə cəmi 180 dərəcə olmur. İki iti bucağın cəmi həmişə kör bucaqdır. Xeyr, misal üçün 30 dərəcə ilə 60 dərəcənin cəmi 90 dərəcə düz bucaqdır. Hər hansı bir nöqtədən sonsuz sayda düz xətt keçirmək olar. Bəli, bu isə doğrudur. Çünki tutaq ki, bir dənə nöqtədir. Bundan sonsuz sayda belə də düz xətt keçirmək olar. Belə də bu qaydada sonsuz sayda düz xətt keçirmək olar. Açıq bucaq düz bucaqdan kiçikdir. Bu isə yanlış. Deməli, cavab olacaq burada D variantı. Uyğun tərəfləri perpendikular eyni adlı bucaqlardan biri 77 dərəcə, digərini tapın. Deməli, biz qeyd etmişdik ki, uyğun tərəfləri paralel və ya perpendikulyar desə də, burada eyni qayda ilə ya bucaqlar bir-birinə bərabər, ya da cəmi 180 dərəcəyə bərabər olmalıdır. Burada eyni adlı dediyinə görə, deməli, bunlar bir-birinə bərabərdir. Biri 70 isə, digəri də avtomatik 70 dərəcə olacaq. Şəkildə düz xətli, deməli, düz xət üzərində neçə şua var? Deməli, şua olması üçün onun başlanğıcı olmalıdır. Başlanğıcı da bir nöqtədir. Deməli, burada bir nöqtədən iki dənə şua çıxır. Biri bu yana, digəri bu yana. Yəni, neçə dənə nöqtə varsa, o iki dənə şua əmələ gətirir. Deməli, 1, 2, 3, 4, 5 dənə nöqtə var. Hərəsi iki dənə şua əmələ gətirəndə 2, 5-in 10 cavab C variantı. Daha sonra şəkildə göstərilib OB və OY tən bölənlərdir. COD-nin də 70 dərəcə olduğu görsənir. Bizdən istədiyi BOY-dir. BOY. OY bucaq. Deməli, biz bilmək üçün, tutaq ki, bax, bura alfadırsa, burada alfa olmalıdır. Tən bölənli deyə, bura betadırsa, burada beta olacaq. Bizə nə lazımdır? Alfa plus beta plus 70 dərəcə lazımdır. İndi burada belə bir şeyə diqqət edin. Bunlar özü hamısı 180 dərəcədir. Çünki açıq bucaqdır. Deməli, 2 dənə beta üstə gəlsin 70 dərəcə, üstə gəlsin 2 dənə alfa bərabərdir 180 dərəcə. Hər tərəfi 2-yə bölsək, beta plus alfa üstə gəlsin 35 bərabərdir 90 dərəcə. Buradan biz hər tərəfi 35 dərəcə əlavə eləsək, alfa plus beta 35 35 elədi 70. Bu bir tərəfə də 35 əlavə eləsək 125. Bizə də zaten alfa plus beta plus 70 dərəcə lazımdır. O da elədi 125 dərəcə C variantı. Şəkildə neçə dənə bucaq olduğu soruşulur. Bunun ən sadə yolu kombinizonla olan yoldur. Amma belə saya da bilərik. Bir dəfə kombinizonla tapaq, görək neçə dənə düz xətt var. 1, 2, 3, 4, 5. 5 dənə düz xəttimiz var. 5 dənə düz xəttindən ikisi bucaq əmələ gətirir. İkisi bucaq əmələ gətirmək üçün kifayətdir. Onda kombinizon 5-dən 2 yazacağıq və biz də bunun hesablama qaydasını zaten bilirik. 5 faktorial bölünsün 5 çıxılsın 2 faktorial vurulsun 2 faktorial. O da bərabərdir. 5 faktorial bölünsün 3 faktorial vurulsun 2 faktorial. O da bərabərdir. Burada 5 faktorialın əvəzinə yaza bilərik. 3 faktorial vurulsun 4 vurulsun 5. Birisi 2 faktorial 5-ə qədər ədədlərin hasilidir. Burada 3-ə qədər ədədləri ayırırıq. Sonra 4-5'i də adi qayda ilə yazırıq. Vurulsun 2 faktorial da zaten 1-2'nin 2'idir. Burada onlar ixtisar getdi. Bundan da bu ixtisar gedəcək. 2 burada qalacaq. 2 5'ində 10 cavabı
almış oluruq. Cavab D variantı. Sonra şəkil verilib, bucaqlar göstərilib, paralelliklər də məlum məsələ. A bucağın bizdən istəyir. Bu tip suallarda həndəsənin əsasən bu tip suallarında biz birinci növbədə verilən xəttləri bir fiqura tamamlamalıyıq. Məsələn, mən burada bunu bu şəkildə birləşdirsəm, 3 bucaq aldım. Bu xəttlə, bax bu xəttlə bu xətt bir-birinə paralel olduğuna görə bura 140 dərəcədirsə, burada 140 dərəcə olacaq. Çünki bunlar uyğun bucaqlardır. Bura 140 dərəcədirsə, avtomatik içəri olacaq 40 dərəcə. Açıq bucaqdır və yaxud da ki, bucağın daxili və xarici bucağın cəmi 180 dərəcə. İndi burada da almışam 3 bucaq. X üstəyənsin 47, üstəyənsin 40 bərabər olmalıdır 180 dərəcə. 3 bucağın daxili bucaqların cəmi çünki 180 dərəcədir. 180 dərəcədən çıxacaq 87 dərəcə. X də bərabərdir 93 dərəcə qalacaq. Deməli, burada X 93 imiş. Növbəti sual. Yenə burada D1, D2-nin paralel olmağını göstərib, X-i bizdən istəyir. Bunun qısa qaydası da var bir çox kitablarda. Bura qarşılıqlı bucaq olduğuna görə 30 dərəcədir və qələmucu deyirlər bu fiqura. Çöl hissələrin cəmi burada yaranmış hissəyə bərabərdir. Buradan elə birbaşa cavabı 45 tapa bilərik. Amma birdən tutaq ki, qaydanı bilməsək, onda biz gərək bunu çevirək bildiyimiz fiqurlara. Məsələn, burada bir bunu tutaq ki, neyləyə bilərik? Məsələn, bax, buradan bir dənə düz xətt çəkək. 90 dərəcə tutaq ki. 90 dərəcə. Bura 30 dərəcədir, məlum məsələ. Ora 30-ca, bax, bu hissə olacaq 60 dərəcə. Düz bucaqlı bucaqda iti bucaqların cəmi 90 dərəcə olmalıdır. İndi bu da açıq bucaq olduğuna görə 60 burada, 70 burada. Bura qalacaq 45 dərəcə. Ora 45-də, burada 45 dərəcə. Yenə almış olduq. Yəni onu hökman deyil qaydanı əzbər bilək. Qaydanı bilməsək belə biz orada bildiyimiz fiqurlara çevirməklə cavabı ala bilərik. Növbəti bir sual, belə bir üç düz xəttin kəsişməsi verilib. C, O, D-ni verib bizə. Sadəlik üçün bunları hər zaman alfa, beta, qamma ilə ifadə eləmək lazımdır ki, hər dəfə fikirləşməyək də C, O, D haradır. Bura olsun alfa. Sonra bura olsun beta. Burada olsun qamma tutaq ki. Bizdən nə deyir? Alfa çıxılsın K, O, D, qamma bərabərdir 61 dərəcə. Alfa çıxılsın K, O, C, yəni beta bərabərdir 53 dərəcə. Bizdən istədik C, O, D-dir. C, O, D də alfadır. Deməli, biz alfanı buradan axtarıb tapmalıyıq. Burada biz nə bilirik? Biz görürük ki, burada bu yaranmış bucaq tam bucaqda 360 dərəcədir. Ona görə mən həm də yaza bilərəm alfa plus beta plus qamma bərabərdir 360 dərəcə. Verilmiş bu 3 bərabərlik tərəf-tərəfə toplasaq, qamma ilə qamma edəcək, biri mənfi, biri müsbət, beta ilə beta edəcək. 3 dənə alfanı toplayanda 3 alfa bərabərdir 61. Toplayanda demək 360 üstə gəlinsin 4, o da 114. Buradan da alfa bərabərdir 3-ə böləndə 120 üstə gəlinsin, toplayırız tərəf-tərəfə. Deməli 3 dəfə 24 də 8 dəfə. Buradan da alfa bərabərdir 158 dərəcə C variantı. Sonra burada bizə verilib ki, 2 dənə D1, D2 düz xəttə paraleldir. Burada da aydın məsələdir ki, bunlar daxilə çəkilmiş bucaqlardır. Daxilə çəkilmiş bucaq, daxili bir tərəfli bucaqların cəminin 180 dərəcə olduğunu zaten biz bilirik. Deməli, buradan da belə çıxır ki, bu 125 dərəcə B variantı.
Növbəti sual. Qonşu bucaqların nisbəti 2/3-dür. Bu qonşu bucağın fərqinin modulunu tapın. Deməli, qonşu bucaqlar haqqında biz hər zaman nisbətdə yazırdıq ki, 2k plus 3k bərabərdir 180-ə. Çünki qonşu bucağın cəmi 180 dərəcədir. 5k bərabərdir 180-ə. K da bərabərdir 36-ya. Bizə nə lazımdır? Fərqi 2k-dan 3k-nı çıxıb neçə aldıq? K. Zaten 2k-da 3k çıxanda k alır. K da zaten 36'dır. Düzdür, burada yerinə qoyub tapa bilərdik. Hər bir bucağı ayrı-ayrı tapa bilərdik. Amma birbaşa tapaqda nə edir ki, hesablayırıq. Daha sonra belə bir ifadə verir, şəkil verilib, paralelliklər görsənir, təmbilan olmağa görsənir. DC-ni bizə verib burada. Daha doğrusu DC təmbilan olarsa A, O, B-ni bizdən istəyir. A, O, B. Bu bucağı bizdən istəyir. Buna bir alfa deyək. C, D, Y-nin 150 olmağı verilib. C, D, Y bura oldu 150 dərəcə. İndi bunlar bir-birinə paralel olduğuna görə biz bu bucağın zaten bir tərəfli bucaqlar daxili, bir tərəfli bucaq olduğuna görə birliyi 30 dərəcədir. Ora 30 saat təmbilandır, burada 30'dur. Demək, buranın hamısı oldu 60. Bundan da bu uyğun bucaq deyə alfa da olacaq yenə 60. Saat deyir ki 6:00 olarsa saatın əqrəblər arasında bucağı tapın. Demək, düsturumuz var idi bizim. 11 dəqiqə çıxılsın 60 saat bölünsün 2 modulda. Bunu tətbiq eləyəcəyik düsturu. Deməli 11 dəqiqə 0-a vuranda zaten 0 eləyəcək. 0-dan da 60 saat. Yəni 60 vurulsun 6 bölünsün 2. İxtisarlar gedər buradan. 3 180 qalır. Cavab olacaq A variantı. Şəkildə deməli ölçüsü AB-dən kiçik olan neçə parça var? Deməli burada AB-ni nəzərə almamaqla biz parçaları ümumiyyətlə AB daxil olmalı parçaları sayı. Yenə bunu da kombinizonla saymaq olar. Demək 1, 2, 3, 4, 5 dənə. Kombinizon 5-dən 2 dənə nöqtə lazımdır parça yaranması üçün. Bunu da bayaqki qayda ilə hesablasaq, yenə 5 faktorial bölünsün 3 faktorial bölünsün 2 faktorial. O da bərabərdir. Bayaqları hesabladıq zaten bunu 10 elədi. İndi bu 10 dənənin içində AB-nin özü də var axı. Ona görə AB-dən kiçik deyir. AB-ni oradan çıxsaq qalacaq 9 dənə. Daha sonra belə bir sual var. X istəyir. Bayaq dediyim qayda ilə bunu biz tamamlayırıq. 3 bucağa mı, 4 bucağa mı? Burada 3 bucaq yaran 3 bucaq edir. Elə vaxt 4 bucaq eləyə bilərik, 5 bucaq eləyə bilərik. Əsas daxili bucaqların cəmi biz bilək. Bura 150-dirsə, deməli bax burada 150-dir. Bura 130-dursa, bunun içərisi olacaq 50. Bura olacaq 150-dirsə, içəri olacaq 30. Deməli 3 bucağın 2 daxili bucağı 30, 50, etdi 80. Deməli təpə bucağı avtomatik 100 dərəcə olmalıdır ki, daxili bucağın cəmi 180 dərəcə olsun. Sonra yenə burada paralelliyi görsənir. X-i bizdən istəyir. Deməli burada nə edək? Deməli burada diqqət etdirsə nöqtə burada, düz xətt buradan başlayır. Bax buradan başlayır. Ona görə biz bu düz xətti sürüşdürüb gətirək buradan başladaq. Paralel sürüşdürürük də burada dərəcəni dəyişmirik. Deməli bu uyğun bucaqdır 95 burada olur. 25 də bu 25 də sürüşdü oraya 25 burada olur.
Cəmisi burada oldu 120. 120 bura atsaq qonşu bucağı 60 dərəcə olacaq. B variantı. Növbəti uzunluğu 30 sm olan parça 3 müxtəlif hissəyə bölünmüşdür. Ortadakı parça 8 sm olarsa, kənardakı parçanın ortaları arası məsafəni tapın. Deməli uzunluğu 30-dur. Parçanı çəkdik. Buradan bura qədər 30-dur. 3 müxtəlif hissəyə. Birin buradan bölüb tutaq ki, birin bura. Orta isə 8-dir. Qıraqları. Buranın ortası, bura x olsun, x olsun. Bilmirik neçədir. Bura y olsun, y olsun. Bizdən istədiyi nədir? Bax, buradan bura qədər. Yəni, x üstəyənsin y da 8. Üstəyənsin y bizdən istəyir. İndi biz burada nəyi bilirik? 2 dənə x üstəyənsin 8. Üstəyənsin 2 dənə y. Bərabərdir 30 olmağını bilirik şərtdən. Hər tərəfi x-a bölsək, 2-yə bölsək, x plus 4 plus y bərabərdir 15. Buradan x plus y-in 11 olduğunu bilirik. 11-dirsə, 11 üstə də 8 gələcək, 7, 19 E variantı. Sonra uzunluğu uyğun tərəfləri perpendikulyar olan bucaqların nisbəti 5-də 3-dürsə, bu bucağın fərqini tap. Yəni, uyğun tərəf paralel deyirsə, deməli, bunlar ya bərabər, ya cəmi 180 dərəcə bərabərdir. Burada nisbət bərabər olsaydı 1 olardı. Fərqlidirsə, deməli, bunlar fərqlidir. Cəmi 180 dərəcədir. Birini götürürük 3K, digərini götürürük 5K. Bərabərdir 187. 8K bərabərdir 180-ə. K da bərabərdir buradan. Deməli, 2 dəfə burada fərqinin modulunu istəyir. Onda birinci K-nı tapaq. Sonra isə fərqinin modulunu tapacaq. 180 bölünsün 8. Hər ikisi 4-ə ixtisar gedər. 2 qalar. 4-ə ixtisar gedər. 4 dəfə 45 dəfə. Bizə nə lazımdır? Fərqi. 5K-dan 3 qatsa 2K alınır. K da özü 2-də 45 deyə 2-lər ixtisar 45 cavabın alacağıq. Burada cavab o variantı. Qonşu bucaqların cəmi onların fərqindən 5 dəfə böyükdür. Deməli, qonşu bucağın biri alfa olar, biri beta olar. Cəmi 180 dərəcədir. Qonşu bucaqların cəmi onların fərqindən alfa minus betadan cəm. 5 dəfə böyük. Deməli 180-i biz 5-ə bölməliyik. Görək fərq nədir? 5-ə bölsək düşdü 36. Kiçik bucağın böyük bucağa nisbətini tap. Deməli burada biz bucaqları tapmalıyıq. Tərəf-tərəfə toplasam 2 alfa bərabərdir. Biri mənfi, biri müsbət betalar gedər. Edəcək 216. Alfa da bərabərdir burada 108. Beta isə bərabərdir. Cəmi 180 dərəcədə axı 72 olacaq. Kiçiyin böyüyə nisbətini istəyir. 72-ni 108-ə. Hər ikisi ixtisar burada gedər neçəyə? 36-ya gedər. 36-ya bölsək 2 dəfə düşər. 36-ya bölsək 3 dəfə düşər. 3-də 2 C variantı. Deməli deyir ki, 2 düz xəttin kəsişməsindən əmələ gələn 2 bucağın cəmi. Baxın, 2 dənə düz xətt çəkirik. Buradan kəsişməsindən əmələ gələn bucaqlar 4 dənə bucaqdır. İkisi bir-birinə bərabərdir, qarşılıqlı. İkisini isə cəmi 180 dərəcəyə bərabər olacaq. Yəni, burada 2 bucaq deyir. İndi biz bunu aydınlaşdırmalıyıq. Alfa ilə betanı deyir, yoxsa alfa ilə alfanı deyir. Əgər burada alfa ilə betanı desəydi, bax deyir ki, 2 bucağın cəmi 224-ə bərabərdir. Alfa ilə betanın cəmi 180 dərəcədir axı. Ondan görə olsa bu alfa alfadır və yaxud ki beta betadır. Fərqi yoxdur, birini götürürük. Alfa üstəyənsin alfa bərabərdir 224-ə. 2 alfa bərabərdir 224-ə. Alfa da bərabərdir 112-yə. Bu bucaqlar qonşu olan bucağı tapın.
Qonşu olan bucağı tapmasında bunu 180-dən çıxmaq lazımdır. Onda bu halda cavabımız necə 180 çıxılsın 112 o da bərabərdir. Deməli 68 olacaq cavabımız B variantı. Cavab B. Deməli 130 dərəcəyə bərabər ABC bucağının tərəfləri arasında BD şüası keçirilmişdir. ABC deməli 130 dərəcəyə bərabərdir bir dənə bucaqdır. Deməli bu bizim olsun ABC bucağımız. Bu bucaqda BD şüası. Bax buradan bir dənə BD şüası çəkdik. ABD və BDC bucaqların tənbölənlərinin əmələ gətirdiyi bucağı tap. Deməli bax buradan bir dənə tənbölən çəkirik. Bir dənə də buradan tənbölən çəkirik. Bizdən istədiyi nədir? Bizdən istədiyi bu tənbölənlər, yəni bu bucaqdan bu bucağa qədər olan məsafə. Madəm ki bura tənböləndir, bura alfa olsa, burada alfadır. Bura beta olsa, burada beta tənböləndir. Biz nə bilirik? Bunların hamısının cəmi 130 dərəcə olmağını bilirik. Yəni 2 dənə beta plus 2 dənə alfa bərabərdir 130 dərəcə. Alfa plus beta bərabərdir 65 dərəcə. Bizə də zaten bunların ikisinin arasında olan bucaq lazımdır. Alfa, beta bunların ikisinin cəmi lazımdır. O da zaten 65 etdi. Cavab D variantı. Növbəti şəkildə bizdən istədiyi bucaq MPN bucağıdır. MPN. Bu bucağı bizdən istəyir. Deməli biz burada nə bilirik? Burada yaranıb bir dənə dörd bucağı. Bu olsun alfa. Dörd bucaqlıqsa bura 90 dərəcədir. Burada 90 dərəcədir. Bura 140 dərəcədirsə bunlar paraleldir. Şərtdə elə göstərilir çünki 90 dərəcədir. 140-sa bunlar daxili bir tərəfli bucaqda avtomatik bir olacaq 40 dərəcə. Onda biz nə bilirik? Dörd bucağın daxili bucağın cəminin 180 olmağını bilirik. 40 dərəcəmiz var. 90 var. Bu 90'dır. Üstə yazın alfa var. Üstə yazın bu 90. Bərabərdir 360 dərəcə. Daha sonra buradan biz alfanı tapacağıq. Alfa bərabərdir 360'dan 90 180 çıxanda 180 çıxılsın 40 dərəcə. Alfa bərabərdir 140 dərəcə D variantı. Növbəti sual. Belə bir şəkil verilib. Alfa plus beta plus gammanı tap. Burada betanı rahatlıqla tapa bilərik. Çünki bu tam bucaqdır. 360 dərəcə olmalıdır. 300'ü varsa beta oldu 60 dərəcə. Bu hazır. Daha sonra bax burada bayaqlar dediyimiz kimi 4 bucağı var. 4 bucağın daxil bucağın cəmi 180 dərəcədir. Onda yazaram alfa plus gamma plus 90 97 mi 180 bərabərdir 360. Buradan alfa plus gammanın 180 olmağını bildik. Alfa ilə gamma 180'dir. Bu da ki 60 dərəcə olduğuna görə 180 üstə 60 240 dərəcə D variantı. Növbəti sual. Burada A, B, C bir-birinə paraleldir. 30 dərəcə verib NCB-ni. Bura 30 dərəcədir. Sonra tənbölən olmağı var burada şərtdə. OF tənböləndir. Bizdən nə istəyir? YDO. YDO. Bizdən istədiyi bax bu X bucağıdır. Şimdi burada biz nə edəcəyik? Buradakı 30 dərəcə ilə bu alfa paralel olduğuna görə bu xəttlər
uyğun bucaqlardır. Yəni bu da 30 dərəcə olmalıdır. Ora 30-dursa, bu da tənbələn deyə burada 30 olacaq. İndi bax bu 30 dərəcə ilə bu x daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olduğuna görə x da 150 olmalıdır ki 30 dərəcəni cəmi 180 dərəcə olsun. E variantı. Sonra uzunluğu 72 olan AB parçasının daxilində ardıcıl olaraq CD nöqtələri qeyd olunmuşdur. Bir dənə burada parça qeyd edirik. 72 dərəcə olmaq şərti ilə 72 santimetr. Daxilində C AB'dir. Bu isə D'dir. Ardıcıl olaraq bunlar qeyd olundu. Və bizə deyir ki AC'nin C D'yə, onun da BD'yə nisbəti 2 bölünsün 3 bölünsün 4 nisbətidir. Deməli AC 2K'dır. CD 3'dür. DB isə 4'dür. Bizdən nə deyir? Deyir ki, birinci və üçüncü hissənin ortaları arasında. Birinci hissə buradır. Üçüncü hissə buradır. Ortalar arasındakı məsafəni tapmalı. Deməli bunların hamısının cəmi 72'dir. Yəni 2K plus 3K plus 4K bərabərdir 72. Toplasaq, deməli 7, 9K bərabərdir 72, K bərabərdir 8. 8 isə 16 buraya eləyir cəmisi. 8 bura, 8 burayı. Yarısını deyirək, ortalar arası məsafə deyirək. Eyni qaydada 2K'da 32, 16 burada, 16 buradır. 3K'da 24. Biz bunları toplayacağız. 8 plus 24 plus 16. 24 ise 16 deməli 40, 48, 48. Cavab oldu 48. Növbəti suala baxırıq. A, B bir-birinə paraleldir. Bayaqki sual tipindədir. X-i bizdən istəyir. Bir-birinə paraleldir. Yenə bayaqki kimi əslində bu şəkli bayaqçısına oxşadıb buradan bir tənbələni çəkə bilərik. Başqa cürdəki bunu 5 bucaqlıya çevirə bilərik. Məsələn, buradan paraleldirsə, buradan bir dənə 90 dərəcəli hündürlük çıxarıb, bir də ara məsafəsi. Ondan 5 bucağın daxil bucaqların cəminin bilirik neçə dərəcə olmalı, düsturun bilirik, hesablayıb tapa bilərik. Onda hesablayaq. Demək 5 bucağın daxil bucaqların cəmi düsturu 180 vurulsun m-2, 180 vurulsun yerinə 5 qoyacaq, vurulsun 3. O derəcə 540. Cəm 540 olmalıdır bunlarda. 540 dərəcədirsə 90 burada, 90 burada, 180 çıxır. Deməli bu yaranmış bu bir dənə bucaq, 2 dənə bucaq və bu bucaq 3'ü bir yerdə edəcək. Deməli burada bir daha qeyd edək. Bu 5 bucaqlı olsa 5 bucağın daxil bucaqların cəmi 540 dərəcədir. Bu 2 dənə 90'ı çıxsam qalacaq 360 dərəcədir. Deməli belə çıxır ki yaranmış bu bucaq və buradakı bucaq 3'ü bir yerdə 360 dərəcəyə bərabər olmalıdır. Bu bucağı tapmaq üçün 180 minus x plus 60 yazmalıyıq. Bu bucağı tapmaq üçün isə 180 minus 2x plus 40 dərəcə yazmalıyıq. Üstə gəlsin 7x plus 20 bərabərdir 360. 180'dən bunlar getdi. Açılışında 7x çıxılsın x çıxılsın 2x. Yəni 3x çıxılsın 60, bu da çıxılsın 40. Yəni 100 üstə gəlsin 20 bərabərdir 0. Buradan 4x bərabərdir 80'ə, x də bərabərdir 20 tapacaq. Bir də zaten x'i tapır istəyirdi. Cavab oldu. Belə, növbəti sınaqlarda görüşənədək sağ olun, salamat qalın.